Bütün müəllimlərin nəzərinə, ekrana yaxın əyləşin. Son zamanlarda bildiyimiz kimi, ölkəmizdə müəllimlər haqqında sertifikasiya imtahanı keçirilir və bütün müəllimlər bu sertifikasiya imtahanına cəlb olunur. Biz keçən dəfə sertifikasiya ilə bağlı danışmışdıq və eyni zamanda bildirmişdik ki, İngilis dili əsasən, İngilis dili fənnindən müəllimlərimiz etiraz edir və qeyd edirdilər ki, həmin İngilis dili fənnindən 12 sualın özü şəxsən səhv idi, 5-i bizə aid olsa da, yerdə qalanları MİQ-ə aid idi. Bugün isə bizə yenidən müraciətlər daxil olub, ancaq onun nəzərinizə çatdırım ki, bugünkü müraciəti riyaziyyat fənni üzrə dərs tədrisi edən müəllimlərimiz bizə müraciət edir və qeyd edirlər ki, bizim müraciətimizi aidiyyəti qurumlara səsləndirin ki, eyni zamanda ictimaiyyət bəlli olsun ki, bizə imtahanda haqsızlıqlar olub. Gəlin, bir dənə sujetimiz var, ona diqqətlə baxaq. Qorxma, hər şey yaxşı olar. Bu sujet nəzərinizə çatdırım ki, sertifikasiya imtahanından çıxan müəllimlərin başına gələn olaylardır və bu günlərim müəllimləri bu şəkildə istismar edirlər və hətta onu qeyd edim ki, imtahandan sonra dünyasını dəyişən və eyni zamanda xəstəxanada yatan müəllimlərimiz var. Buradan elə onlara şəfa diləyirəm. Allah şəfalarını versin. Ancaq çox maraqlıdır. Təhsil Nazirliyi və eyni zamanda Təhsil Nazirliyinin əməkdaşları bu müəllimlərdən xəbəri oldularmı? Yəni, bu günlərim ölkəmizdə keçirilən sertifikasiya imtahanı müəllimlərin ölümünə səbəb olur və hətta görürsünüz, bir neçə müəllimlərimiz xəstəxanada müalicələr alır, reanimasiyadadır. Bu necə bir imtahandır, nələr baş verir, axı biz onu bilə bilmirik həqiqətən. Və mən bir şey nəzərinizə çatdırım. Heydər Əliyev, Allah ulu öndərimizə rəhmət eləsin, Allah prezidentimizi qorusun, Allah dövlətimizi var eləsin. Allah şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür, can sağlığı və üçrəngli qürur verici, şanlı bayrağımız həmişə zirvələrdə dalğalansın. Ulu öndər Heydər Əliyev müəllimlər haqqında gözəl bir söz demişdi. Mən rejissorumuzdan rica edirəm, həmin sözü efirimizə təqdim etsin. Bizim müstəqil Azərbaycanda, Azərbaycan cəmiyyətində müəllim bugün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Bəli, dəyərli izləyicilərimiz, gördünüz, Allah ulu öndərimizə rəhmət eləsin. Ulu öndərimizin müəllimlər haqqında dediyi bu söz idi. Həqiqətən müəllim adı müqəddəs bir addır. Müəllim adı həmişə yüksəklərdə duran bir addır. Çox təəssüflər olsun ki, bugün müəllimlərimizi nəinki adın, eyni zamanda bu cür şəxsiyyətin alçaldıb ayaqlar altına atanlara ağır olsun deyirəm. Və mən sizi çox intizarda saxlamıram. Mənə yazılan müraciəti hər birinizin diqqətinizə çatdırıram. Hörmətli Kanal 21-in direktoru, Azərbaycan Respublikasının 20 iyun 2025-ci il tarixdə riyaziyyatdan ikinci şans imtahanından kəsilən riyaziyyat müəllimləri adından kütləvi müraciət. Xahiş edirik bizim müraciətimizi adiyyəti yerlərə, şəxsən Emin Əmrullayevə çatdırasınız. Sertifikasiyadan kəsilən müəllimlər sizdən xahiş edir ki, 20-si 6-cı ay 2025-ci il, yəni 20-si iyun 2025-ci il tarixdə keçirilən riyaziyyat sualları
ortaya çıxarılsın. Nəyə görə birinci şans imtahanların sualları dərhal ortaya çıxır, paylaşılır, ikinci şansın sualları isə yox. Nələr baş verir? Biz bilirik ki, bu qərəzli şəkildə edilmiş bir işdir. İmtahan sualları vaxta uyğun deyildi. Yəni, düşündürücüdür. Bu da sizin verdiyiniz vaxta uyğun deyildi. Odur ki, biz 890 nəfər kəsilən müəllimlər sizdən xahiş edir ki, bizim imtahan yenidən birinci şansa uyğun MİQ sayəsində, yox, sertifikasiyaya uyğun keçirilsin. Yəni, burada qeyd olunur ki, müəllimlər burada iddia edir ki, bizim suallarımız sertifikasiya uyğun deyil, MİQ-ə uyğun suallar verilmişdi. İmtahan zamanı işıqların sönməsini siz yaxşı bilirsiniz. Bəs niyə buna göz yumursunuz? Çox maraqlıdır. İmtahan zamanı işığın keçməsi hansı dərəcədə düzgündür? Və bu, əgər imtahan zamanı işıq keçirilirsə, niyə müəllimlərə bu cür yanaşılır? Niyə? Axı bu nəzərə alınmalı idi ən azından. Demək istəyirik ki, bizim dərs dediyimiz şagirdlərimiz bugün bizim işdən çıxmağımıza qərar verir. Təsəvvür eləyin. Bu çox böyük haqsızlıqdır. Biz sona qədər gedəcəyik və tələb edəcəyik. İmtahan yenidən şans verilsin. Böyük bir müəllim ordusunu müəllim adından məhrum edib, get texniki işçi işlə demək ədalətsizlikdir. Kəsilən müəllimlərin çoxu 35-40 ilin ziyalılarıdır. Hamısında 30 min, 40 min krediti var. Hamısının da dəyərli izləyicilərimiz çox maraqlıdır. Həqiqətən bugünkü gündə müəllim işləyən şəxslərin demək olar ki, əksəriyyəti hər biri kreditdədir. Ulu öndərimizin sözləri heç yadınıza düşmədimi? Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Ustadına kəm baxanların gözlərinə qan damar. 700 ailənin çörəyinə vais olmağı Allah da qəbul etməz. Yəqin bilməmiş olmazsınız. Rəhmətə gedən müəllimlər, reanimasiyada olan müəllimlərimiz var. Bax, bayaqları mən onu qeyd etdim. Çətin ürək əməliyyatı keçirmiş müəllimlərə də heç mi rəhminiz gəlmədi? Bir ailədə ata da, ana da kəsilib. Dərs dediyimiz şagirdlərin yanında bizi alçaltmaqla nə əldə edəcəksiniz? Düşünün, ədalətli qərar verin. Azərbaycan ziyalısını alçaltmayın. Özümüz özümüzə düşmən olmayaq. Heç bir dövlətdə belə haqsızlıq yoxdur. Əgər müəllim sertifikasiyadan kəsilərsə, əmək haqqını artırma. Amma işindən də ayırma. Sizdən və aidiyyəti qurumlardan ədalətli qərar gözləyirik. Müəllimin rifahını yüksəltməkdənsə, onu çöllərə salıb biabır etmək nə dərəcədə doğrudur? Qoy bizim səsimizi xalq eşitsin, bilsinlər ki, biz savadsız deyilik. Gənc müəllimlərlə yaşlı müəllimlərə fərq qoysunlar. 60 yaşı olan müəllim fikrində krediti tutsun, yoxsa MİQ suallarının izahını. Kompüterdə sualların başlığında MİQ sözü yazılmışdı. Soruşduqda cavab verdilər ki, nədir onu da yazın. Bizə təlim keçməyə göndərdiyiniz təlimçilər bizə vəd verdilər ki, siz çox asan suallar salınacaq. Yəni, sizə çox asan suallar salınacaq. Yəqin ki, onlara Təhsil Nazirliyindən qərəzli şəkildə bildirilib ki, belə desinlər. Biz böyük bir kütlə yenə deyirik və tələb edirik. Yenidən imtahan olsun. Biz dövlətimizə inanırıq. İnanırıq ki, prezidentimiz bizə dəstək olacaq və doğru yol göstərəcək.
Dəyərli izləyicilərimiz, onun nəzərinizə çatdırım ki, bu məktub bizə kütləvi şəkildə riyaziyyat fənnini dərs icra edən müəllimlər tərəfindən gəlinib və məktubda yazılan məlumatları mən sizin diqqətinizə çatdırdım. Ümid edirəm ki, aidiyyatı qurumlarda bu haqda ölçü götürəcəklər. Mən buna ümid edirəm. Ancaq bir məsələ var, dəyərli izləyicilərimiz. Baxın, bu günlərim sən savadsızsan deyib kəsilən müəllimlər aqibəti haqqında düşündünüzmü? Bax, buradan sualım birbaşa Təhsil Nazirliyinə və eyni zamanda elə başda Emin Əmrullayevadır. Təhsilin səviyyəsini bu cürmü qaldırmaq istəyirsiniz? Siz düşünürsünüz ki, təhsilin səviyyəsi bu cür qalxır? Valla siz cəmiyyətə bu hərəkətləri eləməklə cəmiyyəti püskünə qoymuş olursunuz. Bilirsiniz niyə? Çünki 30 il, 40 il pedaqoji fəaliyyəti olan müəllimi işdən uzaqlaşdırıb və bu adam indən belə gedib nə hardasa peşə sahibi öyrənəsi deyil bu yaşdan sonra, nə də ki bu adamın pensiya yaşı gəlib çatmır. Başa düşürsünüz, bu adam neynəməlidir? Yəni, siz məcbur eləyirsiniz ki, bu adamlara, bu müəllimlərə gedin başqa yollara düşün, gedin oğurluq eləyin, gedin cinayət törədin. Çünki sabahlarında həmin banklar müəllimləri məhkəməyə verəcək və pulu ödəmədiyi halda həmin müəllimlərə cinayət açılacaq. Yəni, siz bunu mu istəyirsiniz? Mən ümid edirəm ki, bu haqda ölçü götürüləcək. Hörmətli Emin Əmrullayev, sizin regionlara təyin etdiyiniz müdürlər haranı bitirib? Mən sual verirəm sizə. Haranı bitirib? Tutaq ki, siz az dil ədəbiyyat və yaxud riyaziyyat fənni üzrə müəllimləri sertifikasiya imtahanından keçirdin və onlar yüksək nəticə ilə bal əldə yığaraq getdilər həmin məktəbə. Mən bir vətəndaş olaraq, hər şeyi qoyuram bir qırağa, bir vətəndaş olaraq sizdən açıqlama istəyirəm. Bu günlərin pedaqoji təhsili olmayan şəxsləri təyin edirsiniz regionlara müdür. Və düşmüşsünüz müəllimlərin canına ki, bu müəllim az yığdı, bu müəllim çox yığdı. Əgər təhsili düzəltmək istəyirsinizsə, əgər ölkəmizdə təhsilin inkişafını çoxaltmaq istəyirsinizsə, birinci regiona təyin etdiyiniz müdürləri dəyişin. Gətirin ora pedaqoji təhsili olan, pedaqoji fəaliyyəti olan bir şəxsi əyləşdirin. Bu günlərin rabitəçi nə bilir ki, bu təhsil pedaqoji fəaliyyəti nədir? Və gəlir ora təyin olunandan sonra yoxlamalara gedir. Nə yoxlama aparacaq? Molla gedib müəllimdən nə yoxlayacaq? Həkim nə yoxlayacaq? Rabitəçi nə bilir pedaqoji təhsil nədir? Niyə belə eləyirsən, ay hörmətli Emin Əmrullayev? Nədir də, qardaş? Çıx denən ki, bax, bunu səhv eləyirik, bunu düz eləyirik. Mən bir vətəndaş olaraq, hər şeyi qoyuram bir qırağa, bir vətəndaş olaraq sizdən açıqlama istəyirəm. Və bu günlərim xəstəxanada, reanimasiya şöbəsində vəziyyəti pis olan müəllimlərimiz var. Və hətta dünyasını dəyişən müəllimlərimiz oldu. Yəni, bunlara kim cavab verəcək? Yəni, sertifikasiyanın bu günlərim ölkəmizdə imtahanla götürülməsi bir neçə müəllimlərin ölümünə səbəb oldu. Siz neynəmək istəyirsiniz? Ay hörmətli təhsilin işçiləri, Təhsil Nazirliyinin əməkdaşları, Təhsil Naziri Emin Əmrullayev, neynəmək istəyirsiniz, gözəl qardaşlar? Riyaziyyat fənnindən dərs deyən müəllimlərimizin müraciəti idi bu. Bu o demək deyil, tək riyaziyyat müəllimləri kəsilib sertifikasiya imtahanına xeyr. Mən aldığım məlumata görə, yəni bizə gələn məlumatlar çoxdur, günü-gündən də çoxalır. Azərbaycan dili ədəbiyyat müəllimi 50-60 bal yığan müəllimlər bu günlərin 30 balı gücün yığır. Nələr baş verir, onu yəqin ki, siz daha gözəl bilirsiniz. Eyni zamanda İngilis dili müəllimlərinə qarşı haqsızlıq olub. Bunu altın çizərək deyirəm. Allaha əmanət olun dəyərli izləyicilərimiz. Özünüzdən müğayət olun. İnşallah növbəti videolarımızda görüşənədək.